Salam əziz izləyicilərimiz, bugün növbəti dərs videomuzla qarşınızdayıq. Bugünkü videomuzda dərsimizdə biz nədən danışacağıq? Mühasibat uçotunda səhvlərin düzəldilməsi. Uçotun növləri ilə tanış olan zaman bilirik ki, idarəetmə uçotu sərbəst uçot növüdür. Yəni sərbəst şəkildə hazırlana bilər. Ancaq mühasibat uçotu qanunvericilikdə müəyyən olunmuş qaydada aparılmalıdır. Bəs aparılan zaman sənədlərdə səhvə yol verər isə necə düzəldə bilərik? Onunla tanış olacağıq. Yaxın oturub başlayırıq. Mühasibat uçotunda səhvlərin düzəldilməsi. Mühasibat uçotu qarşısında qoyulan tələblərdən biri də təsərrüfat əməliyyatlarının düzgün əks etdirilməsidir. Mühasibat uçotunda və hesabatlarda keçmiş dövrlər üzrə buraxılmış səhvlər vaxtında düzəldilməlidir. Səhvlər müxtəlif səbəblərdən baş verə bilər. Üsullar nələrdir? Korrektura, əlavə yazılış, qırmızı storno. Korrektura nazir xətt çəkmək deməkdir. Məbləğləri hesablayan zaman buraxılmış səhvlər yekun göstəriciləri müəyyən edənə qədər aşkar edildikdə onlar korrektura üsulu ilə düzəldilə bilər. Səhvlərin düzəldilməsi haqqında mühasibat uçotunun beynəlxalq standartında geniş qeyd edilib. 8 nömrəli beynəlxalq standartda keçmiş dövrlərin səhvləri dedikdə müəssisənin bir və ya bir neçə əvvəlki dövrlərini əhatə edən maliyyə hesabatlarında aşağıdakı şərtləri təmin edən etibarlı məlumatdan istifadə edilməməsi və ya səhv təqdim edilməsi nəticəsində buraxılmış səhvlər və edilmiş yanlış bəyanatlar nəzərdə tutulur. Yəni, əgər səhv edirik, qara salırıqsa, düzəltmiriksə, bu qanunla məsuliyyətə cəlb olunur. Əlavə yazılış nədir? Əgər rəqəmdə, məbləğdə əskik və artıq yazılma baş verərsə, biz onu əlavə rəqəm yazmaqla düzəldə bilərik, amma qara salmadan. Qırmızı storno nədir? Qırmızı storno səhv yazdığımız sözü, məbləği, hər hansı bir rəqəm də ola bilər. Yazdığımız qələmlə həmin rəngdə deyil, qırmızı qələmlə çərçivəyə almaqdır. Biz onu qırmızı storno vasitəsilə çərçivəyə alaraq qarşısından düzgün variantı qeyd edə bilərik. Mühasib işlədiyi sənədlərə, hazır etdiyi hesabatlara diqqətli yanaşaraq səhvlərini düz şəkildə qanunla müəyyən olunmuş qaydada düzəldərək həmin cərimələrdən qurtara bilər. Yəni heç bir məsuliyyətə cəlb olunmaz. Çünki mühasibatlıq necə öyrənmişik? Dəqiqlik və etibarlılıq nəzərdə tutulmalıdır. Mühasib nə qədər diqqətli və dəqiq olarsa, səhvlərə də o qədər az yer verə bilər. Sonda videomuzu bəyənməyi, abunə olmağı və dostlarınızla bölüşməyi unutmayın. Növbəti dərs videomuzda görüşərik.